Baxaq belə bir məsələyə. Sürtünməsiz üfüqi düzləmdə 7M kütləli oyuncaq araba 4V sürəti ilə hərəkət edərkən 3M kütləli mərmi 6V sürəti ilə şəkildəki kimi fırlatılır. Mərmi arabaya saplandığına görə ortaq hızların böyüklüyü. Yəni deyir ki, 7M kütləli 4V sürətlə hərəkət edən bir araba var. 3M kütləli bir cisim 6V sürəti ilə gəlir, onun içərisinə girir və qalır onun içində. İndi deyir ki, bundan sonra, yəni mərmi arabanın içinə girəndən sonra hansı sürətlə hərəkət edəcəklər? Gəlin, hərəkət təlimimizi yazaq qeyri-elastik toqquşma üçün. M1V1 üstə gəlir M2V2, M1 plus M2V'. Yazaq, M1'imiz İkisini də gəlin elə x-ox, onsuz da x-ox eyni istiqamətdə hərəkət edirlər. Elə x-ox istiqamətdə müsbət götürəcək olacaq. 3M vurulsun 6V. Üstə gələk 7M vurulsun 4V. Bərabərdir M1 plus M2. 3M üstə gələk 7M olacaq 10M vurulsun V'. Baxaq 3M vur 6V olacaq 18MV. Üstə gələk 28MV. Bərabərdir 10MV'. M'ləri ixtisar aparıram. 18'in üstünə 28 gələndə 16 yazırıq. Bir də olacaq 46 bərabərdir 10 V'. V' müddət tapanda 46'nı 10'a bölürəm də olacaq 4,6 cavab olacaq C variantı.